O bir nəfər idmançı mənə demişdi, xoşuma gəldi onun sözü. Dedi, deyir, döyüş meydanına ki çıxırsan indi, vuruşacaqsan, çıxmamışdan qabaq gedirsən, istəyir səcdəyə, yalvarırsan, Allah mənə kömək elə, kömək elə. Deyir, onu eləmək asandır. Udandan sonra ki, deyir, gəlib ürəyimin üstə belə vurmursan, mən utdum. Orada gedəsən səcdəyə, deyəsən, sən elədin, sənin lütfündə, o biraz çətindir. Əvvəldə hamı gedir ki, ayla kömək elə. Axırda çıxandan sonra təxminən belə də əvvəldə yalvarır, bir dənə kömək elə, çıxır, udur, qazanır. Ya məsələn bir söhbət olur, o söhbətdə düz çıxır və s. Baybucağı deyir, qardaşın gördün, neynədir? İndi oldu, qardaşın gördün, neynədir? Dünənəcən yalvarırdı, ya Allah kömək elə, qardaşın gördün. Bu elə bilir ki, sabah yenə işi düşməyəcək Allaha. Sabah işin düşən necə dizən onu? Adam utanar da, elə danış ki, sabah da danışa biləsən də Allahla. Qardaşın yox, saxla bir dəqiqə, Allah qurban olaram sənə, Allah. Huvəl əvvəl vəl axir, əl əvvəl də sənsən, axir də sənsən.